Salam hörmətli izləyicilər, biz hal-hazırda Zərdabdayıq və bu rayondan aprel döyüşlərində şəhid olan Nurlan Abdullayevin evin qarşısındayıq. Bax, belə bir evdə şəhid ailəsi yaşayır. Bugün biz Zərdab rayon icra başçısının bu şəhid ailəsinin başına açdığı oyun haqqında danışacağıq sizə. Bu sadə evdə şəhid Nurlan Abdullayev doğulub, burada yaşayıb, burada böyüyüb. Müqayisə üçün onu xatırlayayım ki, ölkəsi üçün, torpağı üçün, bayrağı üçün vuruşan və döyüşlərdə şəhid olan bir əsgər belə bir evdə yaşayır. Amma bütün günü xalqı təhqir eləyən, xalqın pullarını oğurlayan, özbaşınalıqla məşğul olan məmurların saraylarına da fikir verin. Yəni görün, torpağı, vətəni müdafiə edən əsgər hansı evdə yaşayır və torpağını, milləti sevməyən bir məmur hansı evdə yaşayır. Əslində bu görüntülər, yəni belə bir ev, belə bir qamışlıqdan olan hasar şəhid ailəsinə, şəhidə verilən qiyməti, dəyəri göstərir. Yəni bu hökumət şəhidə verdiyi dəyər bax budur. Biz artıq bir dəfə Zərdab rayon icra başçısı Lütfəli Babayevin bu şəhid ailəsinə qoyduğu hörməti çəkmişdik. Xatırladım ki, həmin bu harınlanmış icra başçısı bildirmişdi ki, bəs şəhid məzarının üzərində Azərbaycan bayrağı dalğalanmamalıdır. İndi isə keçirik əsas məsələyə. Niyə biz bugün yenə Zərdab rayondayıq? Məsələ odur ki, fevral ayının 14-ü şəhid qardaşımızın ad günü olmalıydı və bu münasibətlə şəhidin valideynləri icra başçısına məktub yollamışlar və xahiş eləmişlər ki, olarmı həmin gün rayonda və ya evin həyətində oğlumuzun ad gününü təntənəli şəkildə qeyd eləyək. Yəni jurnalistləri dəvət eləyək, dostlarını dəvət eləyək, rayon cəmaatını dəvət eləyək ki, görsünlər ki, şəhid unudulmayıb. Şəhidi fikirləşirlər, oğlunu fikirləşirlər və bu da az da olsa bu ailə üçün bir təsəlli olardı ki, rayonun adını ucaldan bir oğul vətəndaşların yaddaşından unudulmayıb, vətəndaşlar onu fikirləşirlər, rayon cəmaatı onu fikirləşir. Amma bu xahişə baxmayaraq, rayon icra başçısı Lütfəli Babayev yenə də öz sifətini göstərib, bu şəhid ailəsinə qarşı hörmətsizlik edib. Amma həmin insan bu şəhid ailəsinin xahişinə baxmayaraq, qəti şəkildə qadağan edib şəhid Nurlan Abdullayevin ad gününü geniş şəkildə qeyd olunsun. İndi sual yaranır. Bəs onda bizim qardaşımız şəhid olan əsgər Nurlan Abdullayev kim üçün, nə üçün vuruşub? Niyə vuruşub? Dəyərdimi bu acgöz saxta məmurlara görə gedib cəbhə həttində şəhid olmağa? Biz indi hal-hazırda şəhid Nurlan Abdullayevin evindəyik. Dayı, nə baş verir? Baş verən qardaş odur, icra başçısının yanına getmişəm, yanvar ayının 22-si. Oğlumun yaşı ilə əlaqəli dedik ki, çəkiliş eləyib televizorda işıqlandıracaq onu. Siz istəyirsiniz? Bəli, bəli. Özü də söz verdi, verdiyi sözdə əməl etmədi. Yəni ki, aldatdı da bizi. Ayın 14 gün gözlədi, nə çəkiliş oldu, nə bir şey oldu. Yəni ki, çox soyuq yanaşır, şəhid ailəsiyəm. Zərdab rayonunda tək bir şəhid evladıdır. Nurlan həm də ailənin bir oğluydu. Bəli, bəli.
Bir evladdır. Şəxsən Nurlan üzr istəyirəm. Dünyaya gələndə mən özüm Qarabağda olmuşam. 93-də gəlib 96-da gəlmişəm. Nurlan da dünyaya gəlib 94-cü ilin fevralın 14 günü. Yəni ana çəkib onun zulmunu yeysən, yəni hamı ana bilib də onun əziyyətini. Bu maraqlanmır. Və onun o yaş günü də o gəlib maraqlamadı. Nə orada, onu nə qəbrin üstündə öz adamlarından olmadı. Və bu saymır da, bu rayon başçısıdır, bu şəhidi saymır. Yəni köməklik eləyirmiz maddi. Heç nə. Deyirəm o adam eləm ki 40-dan gedibdi. Heç nə görməmişik, heç nə. İndi bir oğul ediyə getdi vətən yolunda, torpaq yolunda. Yəni mənə heç nə lazımdır, prosta onun mənə xoş söz lazım idi. Xoş sözü. Əksinə mənə nə Özün xoş gəlib- söz verir. Öydə ki heç nə, öydə o vaxt dedi ki tikəcəm, ya ondan da gedəndi. Nə maraqlanmır, nə də ki. 40-dan qalmışam. gedəndir. Bu adam gəlib bircə tikə şəhid ailəsi ilə bircə dəm stol başında oturub maraqlanmıyor. Bax elə uşaq oldu. Atıya, anıya, atası, ana, atıya, anıya meyilli uşaq, çox istəkli uşaq bax elə. Elə düzdür, ana, vətən, ananı çox istəyən vətənə bağlı oldu. Bax bu söz yaxşı mənalanır. Ancaq mənim fikirləşdiyim budur ki, bu şəhidimi uca tutsun. Aprel döyüşçüsü, öyün tək bir oğlu. 5 ilə oxuyubdu, biz ona məktəb demişik. Deyim, amma yox. Atam kasıbdır, hansı bir gün ilə gedəcək, məni məktəb dalı ilə düşəcək. Ancaq bunu fikri bu imiş. Vətən çəkib aparıb, gedib torpağımız uğrunda gedib də. Vətənpərvər olub da. Heç nə lazım deyil, prosta icra başçısının mehribançılığı lazım idi. Mehribançılığı, belə Amma qapısını açıb gəlib, baxdım ki, xalq mənə soruşmağı, mehribançılıq qarşısında heç nə qapısını açsın, eləmədi. gəl. Qardaşı yox idi, elə o başucalıq eləyəydi, anan atan ürəyində təskinlik yolu idi. Onu da çox görürsən. Onu da çox gördü. Öyle itkisi çətindir. O heç vaxt istəməzdi ki, ana ata belə derdi. Üyə girəmirəm. Otururam diyor orada. Deyirəm bundan çıxacaq. Bircə də qolunu açıb qışqırıb cüməydi. Mən deyirdi, ana qolunu saraydı boynu deyirdi ki, ayana burada ya. Və ən dəhşətlisi odur ki, Nurlan kimi oğullarımız cəbhətində gedən döyüşlərdə şəhid olur, torpaq uğrunda şəhid olur. Yəni onlar o qızğın vaxtı orada döyüşlərdə iştirak edən vaxtı bu icra başçıları, harınlanmış məmurlar oturublar isti kabinetlərində, saraylarında öz başlanılıqla məşğullar. Yəni adama təsir edən odur. Yəni sən get torpaq uğrunda vuruş, sən get torpaq uğrunda, bayraq uğrunda döyüşlərdə iştirak elə, şəhid ol. Amma ölkəni idarə edən məmurlar həmin vaxt və ölkəni idarə edən məmurların oğulları həmin vaxt gəlib özlərinə bahalı maşınlar alırlar, villalar alırlar və bu hamısı uğurlanmış pulların hesabına. Amma həmin adamlar, həmin insanlar bu cür qəhrəman ailələrə dəyər vermirlər, onlara qayğı göstərmirlər. Yəni ən dəhşətlisi budur. Ananı çox istəyən, vətəni də çox istədi. Bir sözlə doymamış getdi. Nə biz ondan doymadıq, nə o bizdən.